gecikmə olacaq. Nurayna xanım, icazənizlə bir fikir bildirmək istəyərdim. Buyurun, müəllim. Ayaq sözdə, nə üçün bunu borc bilərək, bütün həftəmiz xeyirli olsun. Təbii ki, bugün mən sizə təşəkkür bildirirəm ki, mənə şərait yaratdınız, bu ifadəmi, bu fikrimi bildirmək istəyirəm ki, mən sizin efirdən birbaşa ayın 24-ü bizim Azərbaycan Respublikamızın cənab prezidentimizin doğum günüdür. Bəli. Doğum günü münasibəti ilə Ali Baş Komandamızı, cənab prezidentimizi səmimi qəlbdən, ürəkdən təbrik etmək istəyirik. Bəli, bax bu gün də Aminislə bağlı olaraq Aminis aktı bugün icraya başlandı. Bəli. Bugün nə qədər insanlar özdə sevinəcəklər. Bəli, mən o saat 11:30-da mən oradaydım, o tədbirdəydim. İnandırım ki, sizi ki, həqiqətən də o tustaq anaları, tustaqlar, həbsdə olan bəli, həbsdə olan, azadlıqdan məhrum olan o qadınlar evladları ilə, o körpə evladları necə qucaqlaşaraq, nə cür ağlayırdılar. Bəli, amnistiya qərarı da orada bütün Azərbaycan üçün Azərbaycan üçün gözlənilən idi, hamı gözləyirdi. Bəli, cənab prezident İlham Əliyev görürsünüz, hər bir addımını xalqı üçün, milləti üçün, dövləti üçün edir. Xalq, millət də bugün cənab prezidentin yanındadır. Bəli. Ona görə cənab prezidentimizin doğum gününü 24 dekabrda doğum günüdür. Onu ürəkdən, səmimi qəlbdən təbrik edərək xalqı bugün cənab prezidentinin yanındadır. Bəli. Görün nə qədər Ali Baş Komandan, Dəmir yumruq hər zaman öz yerindədir. Bəli, Ali Baş Komandan İlham Əliyev Heydəroğlu nə qədər ailələri, nə qədər körpələri qovuşdurur valideynlərə, ailələri bərpa etdirir. Bəli. Eşq olsun dövlətimizə. Eşq olsun dövlətimizə. Demokratik hüququ dövlət söyləyirlər. Mən bir beynəlxalq hüquq eksperti olaraq bunu burada sizin efirdən bəyanat verirəm ki, heç bir dövlətdə bu cür aministlər olunmur, icra olunmur. Ancaq Azərbaycan dövləti, hüququ, demokratik dövlət budur ki, Azərbaycan dövlətində cənab prezidentimiz əfləri, aministləri təşkil edərək ki, biz də hüquqşünaslar söyləyirik ki, cinayət törətməsinlər. Cinayət törətməsinlər, azadlıqdan da məhrum olunmasınlar, azadlığın qədrini bilməliyik. Təşəkkür edirəm İsmail müəllim, təşəkkür edirəm. ARHD.az saytının rəhbəridir, eyni zamanda bizim İsmail müəllim. Doğrudan